Salam, hər vaxtınız xeyirli olsun, hörmətli müəllimlər. Bildiyiniz kimi artıq Naxçıvan Muxtar Respublikasında sertifikasiya imtahanları başlayıb və biz həmən imtahanlarda istifadə olunmuş bir neçə kurikulum suallarını sosial şəbəkələr üzərindən götürərək daha ətraflı, daha aydın izahlarını sizlərlə bölüşəcəyik. Demək, ilk sualımız belədir ki, sinifdə dərs zamanı şagirdlər arasında səs-küy yaranır və ümumi xaos müşahidə olunur. Problem bəllidir, davranış pozulur. Müəllim vəziyyəti nəzarət altına almaqda çətinlik çəkir. Bu halda müəllim hansı addım atmalıdır? A variantı. Müəllim dərs zamanı intizam pozulduqda müdaxilə etməlidir. Müəllimlər, bu ənənəvi sistemdə idi. İntizam pozulan kimi müəllim müdaxilə edirdi və dərsin 5-6 dəqiqəsi buna gedirdi. İndi bu olmaz. B variantında sinifdə qayda və prosedurlar əvvəlcədən aydın və sistemli şəkildə müəyyənləşdirilməlidir. Təbii ki, cavabımız budur, amma digər variantlara da baxaq, izahımızı o cür verək. C variantında müəllim gözləntilərin sayını artırmalıdır. Təbii ki, müəllimin şagirdlərdən ilin əvvəlində gözləntiləri olur və bunu şagirdlərə çatdırır. Amma situasiyada gördük ki, şagirdlər bu gözləntilərə əməl eləmir. Bunu artırmağın heç bir faydası yoxdur. D variantında müəllim dərs zamanı bütün şagirdlərin maraq və tələbatını nəzərə almalıdır. Təbii ki, amma bu artıq deməli davranış pozuntusu üçün yox, şagirdə effektiv dərs öyrətmək üçündür, təlim keçmək üçündür. Ona görə də problemin həlli deyil. Y variantı, müəllim şagirdləri dərsə cəlb etməyə maraqlı olmalıdır. Təbii ki, bu da məqbul haldır, lakin problem bu deyil. Şagirdlər səs-küy edir, davranış pozurlar. Ona görə də müəllim qayda və prosedurları əvvəlcədən aydın formada şagirdlərə çatdırmalı idi ki, şagirdlər həm prosedurları pozmasınlar, həm də qaydalara əməl edərək səs-küy yaratmasınlar. Cavabımız B variantı. Davam edirik müəllimlər. Demək, verilmiş mətni oxuyun. İkinci sualımızdan danışırıq. Verilmiş mətni oxuyun. Mətnin əsas ideyasını müəyyənləşdirin və öz mövqeyinizi əsaslandırın. Tapşırıq bulum idrak taksonomiyasının hansı mərhələsinə uyğundur? Bunun üçün də çox aydın müəllimlər bir izah verəcəm. Deməli, şagirdlər üçün bir tapşırıqdır. Mətni oxuyurlar. Mətnin əsas ideyasını müəyyənləşdirin deyən hissəsinə qədər müəllimlər təhlil etməkdir. Amma bundan sonra artıq müəllim şagirddən tələb edir ki, öz mövqeyini əsaslandır. Yəni, şagirdin dəyərləndirməsini istəyir. Əgər bir şeyə öz mövqeyimi əsaslandırıramsa, öz fikrimi bildirirəmsə, bu demək dəyərləndirmə mərhələsi olacaq müəllimlər. Amma əsərin, başqası yazan əsərin əsas ideyasını müəyyənləşdirsəydim, bu təhlil etmə mərhələsi olacaqdı. Davam edək. Üçüncü sualımızda sinifə yeni şagird gəlib, yenə də hadisəni canlandırırıq beynimizdə sualı oxuyarkən. Bir neçə şagird onun danışıq tərzini və görünüşünü bəyənmir və ona gülürlər. Deməli, burada bir ayrı seçkilik var müəllimlər. Müəllim vəziyyəti müşahidə edir və dərsin gedişində bu halın təkrarlandığını görür. Bu vəziyyətdə müəllim hansı addımı atmalıdır? Neynir A variantında? Dərsi dayandırmadan sərt xəbərdarlıq etməlidir. Müəllimlər, bu avtoritar müəllimdir. Yəni, reaktiv müəllimdir və ənənəvi müəllimə aiddir. Müasir kurikulumda biz belə bir cavabı götürə bilmərik. Sərt xəbərdarlıq, cəza və s. Qaçacağıq belə cavablardan. B variantı. Bütün siniflə empatiya, hörmət, müxtəlifliyə münasibət mövzusunda müzakirə təşkil etmək, şagirdlərlə fərdi danışmaq olar. Görürsünüz müəllimlər, necə müasir, necə yumuşaq bir fikir deməli formalaşıb B variantında. Yəqin ki, cavabımız bu olacaq və digər variantları da biz oxuyuruq. C variantı. Yeni şagirdi qorumaq məqsədi ilə onu sinif daxilində daha az ünsiyyət tələb edən fəaliyyətlərə yönləndirməlidir. Müəllimlər, biz artıq işləyən müəllim olaraq bilirik ki, bir şagirdi problemdən qorumaq üçün onu dərsdən ayrı saxlamaq olmaz. Bu bizim cavabımız ola bilməz, mümkün deyil təbii ki. Hər bir şagird dərsə bərabər şəkildə cəlb olunmalıdır. D variantı, problemi böyütməmək üçün ilk mərhələdə müdaxilə etməmək və vəziyyətin təbii şəkildə həll olunmasını gözləmək lazımdır. Xeyr, problem daha çox böyüyə bilər, şagird daha çox sarsıla bilər, daha dağıdıcı deməli məqamlara yol açıla bilər. Ona görə də gözləmək olmaz. Müəllim bu problemi aradan qaldırmağa çalışmalıdır. Sonra
E variantına baxırıq. Yalnız qaydanı pozan şagirdləri cəzalandırmaq, valideyn icrası etmək lazımdır. Burada da məsələn düşünürük ki, hə, birinin oduna digəri yanmasın, amma müəllimlər belə deyil. Onsuz cəzalandırmaq olmaz. Amma ümumi formada bu hal təkrarlanmasın deyə bütün siniflə iş aparmaq lazımdır. Yəni cavabımız E variantı ola bilməz. Keçirik digər sualımıza. Danışırıq deməli summativ qiymətləndirmədən. Yəqin ki, hər birimiz ola bilsin ki, dərs mənasında, mövzusunda summativ qiymətləndirmə haqqında o qədər məlumatlı deyilik, amma istifadə ediriksə müəllimlər bu qiymətləndirmənin hər bir aspektinə biz bələdik. Deməli, summativ qiymətləndirmənin məqsədi nədir deyir? Şagirdin nailiyyət səviyyəsini qiymətləndirmək və kəmiyyətlə ifadə edilməsinə kömək etmək. Müəllimlər, təbii ki, cavabımız bu olacaq. Çünki yeganə kəmiyyət qiymətləndirməsi summativ qiymətləndirmədir və bu qiymətləndirmənin məqsədi şagirdlərin nailiyyət səviyyələrini ölçmək, yəni kəmiyyətlə qiymətləndirməkdir. Cavabımızı götürək, amma yenə digər variantlara biz baxaq. B variantı təhsil səviyyələrinin sonunda deməli monitorinq aparmaq. Təbii ki, summativ qiymətləndirməni bilirik hər birimiz bölmələrin sonunda, yarımillərin sonunda və bu bizim cavabımız deyil. C variantı şagirdlərin ilkin bilik və bacarıq səviyyəsini qiymətləndirmək, davamını oxumuram, ilkin qiymətləndirmə deyirsə, deməli söhbət diaqnostik qiymətləndirmədən gedir. D variantı şagirdlərin potensialını üzə çıxartmaq, yenə də diaqnostik qiymətləndirmə, çünki bu ilkin zamanda baş verir, diaqnoz qoyulur. E variantında dərsin sonunda şagirdlərin bilik və bacarıq səviyyəsini qiymətləndirmək. Hər dərsin sonunda biz summativ qiymətləndirmə keçirmirik müəllimlər təbii ki. Dərsin sonunda şagirdin bilik bacarığına əgər biz bir qiymət qoyuruqsa, müəyyənləşdiririksə, bunu refleksiyanla, yoldaş qiymətləndirməsindən, müəllim qiymətləndirməsindən, yəni formativ qiymətləndirmə aparırıq. Ona görə də bu summativ qiymətləndirmə deyil, cavabımız bəllidir. Davam edirik. Yanlış fikri müəyyənləşdirməyi istəyir bizdən. Oxuyaq görək yanlış olan nədir? Məktəbdaxili qiymətləndirmə dedikdə şagirdin təlim fəaliyyətinin nəticəsinin müəllim və məktəb rəhbəri tərəfindən ölçülməsini nəzərdə tuturuq. Təbii ki, burada həm müəllim qiymətləndirir, siz bilirsiniz ki, summativ qiymətləndirmələr də məktəb rəhbərliyinin təşkilatçılığı ilə təşkil olunur. Ona görə də bu bizim doğru variantımızdır. B variantına baxırıq. Qiymətləndirmə şagird nailiyyəti haqqında etibarlı informasiya üçün əsas vasitədir. Təbii ki, qiymətləndirmə bizə şagirdin nailiyyəti barədə ətraflı, etibarlı bir məlumat verir. C variantı diaqnostik qiymətləndirmənin şagirdin psixologiyası, dünya görüşü haqqında da məlumat toplamağa şərait yaradır. Təbii ki, diaqnostik qiymətləndirmə zamanı təkcə şagirdin güclü və zəif tərəfləri yox, həmçinin onun dünya görüşü, psixologiyası və digər maraq tələbatları da üzə çıxır. Bu da bizim deyək ki, doğru fikrimizdir. D variantına baxırıq. Diaqnostik qiymətləndirməni bölmə sonunda apararaq şagirdlərin nailiyyətini ölçmək olar. Gördüyümüz kimi artıq diaqnostik qiymətləndirməni biz bölmə əvvəlində, ilin əvvəlində, sinifə yeni şagird gələndə, məktəbdən məktəbə yeni şagird gələndə apardığımızı bilirik. Əvvələ aid bir şeydir və bu cavab bizim səhv cavabımızdır. İşarələyək və yenə də məlumat verək ki, demək diaqnostik qiymətləndirmə ilin əvvəlində aparılır və bu bizim səhv cavabımızdır. Bizdən də səhv istəyirdi. Və ölçmək varsa müəllimlər, bu böyük ehtimal summativ qiymətləndirmədir. E variantını yenə də hər ehtimal oxuyuruq. Summativ qiymətləndirmə dedikdə şagirdlərin təlim prosesinin müəyyən müddətinə qədər öyrəndiklərinin ölçülməsi nəzərdə tutulur müəllimlər. Gördünüz, bax mənim fikrimi təsdiq etdi ki, ölçülmə varsa, kəmiyyət varsa bu summativ qiymətləndirmədir. Amma bizdən yanlış istəyirdi. Ona görə də biz D variantını seçdik. Davam eləyək. Baxırıq 6-cı sualımıza. Deməli, müəllim sinifdə qayda və prosedurlar tətbiq etməsinə baxmayaraq, şagirdlərinin davranışında problemlər olduğunu müşahidə edir. Müəllim tətbiq edib, amma problem var. Bunu aradan qaldırmaq üçün müəllim bu davranışlara səbəb olan amilləri araşdırır. Neqativ davranışları minimuma endirmək üçün tədbir görür. Bir müddətdən sonra sinifdəki uşaqların davranışının müsbətə doğru dəyişdiyini görür. Situasiya ilə bağlı yanlış istəyir. Amma biz gördük ki, müəllim hər şeyi edib,
problemi də görüb, araşdırıb və bunu həll edib, irəliləyiş də əldə edib. Yəni bu yaxşı situasiyadır müəllimlər. Burada müəllim yaxşı iş görüb, amma bizdən yanlış fikir istəyir. Deməli, A variantında müəllim müşahidəyə əsaslanaraq düzgün pedaqoji yanaşma seçmişdir. Müəllimlər seçməsəydi, bax bu belə deyək, proses baş verməzdi, müəllim irəliləyiş əldə edib. Ona görə də bu doğru variantdır. B variantı. Müəllim davranış problemlərinin səbəblərini müəyyən edərək fərdiləşdirilmiş əsas məqam və məqsədyönlü müdaxilə tətbiq etmişdir. Bütün gözəl fikirləri əslində doğru götürəcəyik. B variantı da doğrudur. Bunu da tam aydın izahını verəcəm. C variantına baxırıq. Müəllim problemin səbəblərini araşdıraraq məqsədyönlü müdaxilə etmişdir. Təbii ki. D variantında situasiya göstərir ki, müəllim tərəfindən qoyulan qaydaların sayı artırılmışdır. Bu bizə xoş olmadı. E-yə baxaq. Müəllimin yanaşması nəticə yönümlü olub və müsbət davranış dəyişikliyi ilə nəticələnmişdir. Əziz müəllimlər, ümumiyyətlə situasiyaları oxuyarkən birinci situasiya haqqında qərar verirsiniz. Bu yaxşı haldır yoxsa pis haldır? Biz bu situasiyanı oxuduq və gördük ki, bu yaxşı haldır. Çünki müəllim problemi görüb, araşdırıb və irəliləyiş əldə edib. Ona görə də bütün düzgün fikirlər, müəllimin yaxşı yanaşması var, müəllim düzgün edib, düzgün müdaxilə edib və s. hamısı doğrudur. Burada qeyri-adi bir məqam yoxdur. Amma artıq müəllim qaydaların sayını artırıb. Biz həm qaydalar barədə bilirik ki, qaydalar 3-5 arası olmalıdır. Onların çox olması şagirdi qəfəsə salır. Olmaz. Və müəllim burada qaydaların sayını artırmayıb. Sadəcə, deməli, bu davranışları aradan qaldırmaq üçün müəyyən işlər görüb. Situasiyada qaydanın artırılması ilə bağlı belə bir məqam yoxdur. Ümumiyyətlə, artırmaq da olmaz. Bu düzgün bir yol deyil. Amma digər biz variantlara baxdıq. Hər birində, məsələn, E variantında deyir ki, müsbət davranış dəyişikliyi. Situasiyanın özündə bu hal var. Niyə biz eyni səhv götürək? Bu doğru variantdır. Digərlərində isə müəllimin yanaşmasını tərifləyir, müsbət qiymətləndirir. Situasiya yaxşı hal olduğu üçün biz də bunları düzgün cavab kimi götürürük. Amma yanlış olaraq qaydaların sayını artırmaq bu müəllim tərəfindən düzgün addım olmazdır. Demək, baxırıq növbəti sualımıza. İndi isə diaqnostik qiymətləndirmə ilə bağlı sualımız var. Deməli, yanlış istəyir müəllimlər. Diaqnostik qiymətləndirmə A variantında şagirdlərin mövcud səviyyəsi və inkişafı haqqında nəticə çıxarmağa kömək edir. Təbii ki, şagirdin indiki halı barədə və şagirdin belə deyək, olduğu durum barədə müəllimə məlumat verir. B variantına baxırıq. Diaqnostik qiymətləndirmə müəllimə təlim keçməzdən əvvəl şagirdlərin güclü, zəif tərəflərini, doğru və yanlış bildiklərini, qarşılaşdığı problemləri, fərdi xüsusiyyətlərini müəyyən etməyə, bilik və bacarıqların ilkin vəziyyətini. Qiymətləndirmə şərait yaradan qiymətləndirmədir. Onsuz da biz bilirik ki, diaqnostik qiymətləndirmə ilkin qiymətləndirmədir və bizim B variantı diaqnostik qiymətləndirməni tam formada bizə aydın izah edib, heç bir belə deyək, başqa bir fikir qoymayıb. Ona görə bu da doğrudur. C variantı. Diaqnostik qiymətləndirmə nəticələri şagirdin yekun summativ qiymətinə təsir edir. Fikrimi daha aydın çatdırıram yenə. Müəllimlər, yadda saxlayırıq ki, diaqnostik və formativ qiymətləndirmə rəsmi qiymətləndirmə sayılmır. Nə mənada? Şagirdin sinifdən sinifə keçməsinə, kəmiyyət xarakterli qiymət almasına heç bir təsir göstərmir. Yəni, bu qiymətləndirmələr həm diaqnostik, həm formativ. Olduqca önəmlidir. Hər bir qiymətləndirmə önəmlidir. Lakin şagirdin sinifdən sinifə keçməsinə, yəni summativ qiymətləndirməsinə heç bir halda təsir göstərmir. Amma burada təsir göstərir yazıb. C variantı bizim yanlış cavabdır. Bu variantı biz götürəcəyik. Deməli, D variantına baxırıq müəllimlər. Diaqnostik qiymətləndirmə müəllimin şagirdləri haqqında ətraflı informasiya əldə etməsinə, diferensial yanaşmanı həyata keçirməsinə fürsət yaradır. Tamam, əla. E variantı, diaqnostik qiymətləndirmə. Müəllim hər hansı bir sinifə ilk dəfə dərs keçməyə başladıqda da həyata keçirilə bilər. Mən məsələn, ilk dəfə 6D sinifinə dərs deyirəm. Təbii ki, şagirdlərimi tanımaq üçün hər mənada, istər güclü zəif, istər maraq tələbatı, diaqnostik qiymətləndirmə keçirə bilərəm. Bu da doğrudur. C variantımız aşkar yanlış variantdır və biz onu seçdik. Sonra biz baxırıq, müəllimlər, 8-ci sualımıza.
Verilənlərdən biri sinifin idarə edilməsi strategiyalarına aid deyil. Müəllimlər, ümumiyyətlə sinifin idarə edilməsi üçün davranışları idarə etmək lazımdır. Bunun üçün də gözləntilər, qaydalar, prosedurlar olmalıdır. Sağlam psixoloji mühit yaradılmalıdır. Baxın, mən bütün variantları dedim, amma demədim ki, təlim nəticələri dərsin əvvəlində elan edilməlidir. Bu artıq scaffolding fəaliyyətidir. Yəni müəllimin, belə deyək, birbaşa təlimidir ki, müəllim şagirdlərə dərsi daha effektiv keçmək üçün təlim nəticələrini lövhəyə yazır, əvvəlcədən elan edir və s. Amma sinifin idarə edilməsi üçün təlim nəticəsinin heç bir, belə deyək, aidiyyatı olmayacaq. Sinifi idarə etmək üçün müəllimin gözləntisi, qaydası, proseduru olmalıdır və sinifdə sağlam psixoloji mühit yaratmalıdır. Təhlükəsiz mühit yaratmalıdır. Cavabımız olacaq burada Y variantı, daha doğrusu E variantı. Baxırıq 9-a, sonuncu sualımıza. Verilmiş düstura əsasən düzbucaqlı üçbucağın sahəsini tapın. Deməli, taksonomiyanın mərhələsini istəyir. Nədir burada əsas məsələ? Deyək ki, biz bundan əvvəlki illərdə nəyisə hesablamaq, sahəsini tapmaq, perimetrini tapmaq və s. kimi hallarda biz bunu qəbul edirdik tətbiq mərhələsi. Amma artıq neçə illərdir ki, əgər müəllim hər hansı bir düsturu verib ona uyğun bir tapşırıq, çalışmanın həllini istəyirsə, düstura əsasən, verilənə əsasən, bax, belə bir fikirlər varsa, bunu anlamaq götürürük. Daha da aydın izahını verəcəm sizlər üçün müəllimlər. Demək, nədir məsələ? Deyək ki, müəllim hər hansı bir dərsi keçib, üçbucağın, belə deyək, düsturlarını keçib, sahə düsturunu keçib, artıq sırf o düsturdan istifadə edərək bu məsələni həll et deyirsə, deməli, şagirdin o düsturu anlayıb anlamadığını yoxlamağa çalışır və ona görə də bu anlamaq mərhələsidir. Amma belə bir sual olsaydı ki, müəllim deyək ki, tərəfləri 5, 4, 7 olan üçbucağın sahəsinin tapılmasını istədi. Burada artıq şagird bunu həll edir. Burada heç bir düstur yoxdur. Şagird bunu tətbiq edir. Bu tətbiq etməkdir. Amma düstura əsasən, verilənə əsasən, deyək ki, nəyisə həll etmək, tapmaq olacaq anlamaq mərhələsi. Belə müəllimlər, bundan başqa deməli, inteqrasiya ilə bağlı suallara toxunulub, mütləq bilmək lazımdır. Deməli, Bunniklə bağlı məsələlərə toxunulub, bunlarla da bağlı deyək ki, bizim videolarımız olacaq, amma sizlər də artıq bu mövzulara diqqət yetirməlisiniz.